Hər kəsə salam. Mən EFSA Akademiyada Dövlət Qulluq Hazırlığı üzrə qanunverici fənndən müəllim, həmçinin Vəkillər Kollegiyasının üzvü vəkil Qafar Həsənov. Bu gün elektron imza və elektron sənəd haqqında qanundan daha doğrusu bir neçə məsələni izah etməyə çalışacağam. Bax, ümumiyyətlə tələbələri çaşdırdığı məsələlərdən biri bax. Biri var elektron imza, biri var cüzləndirilmiş elektron imza. Elektron imza və cüzləndirilmiş elektron imza. Bax, elektron imza nədir? Digər verilənlərə əlavə edilən, məntiqi əlaqəli olan imza sahibini identifikləşməyə imkan verən verilənlərdir. Yəni, bu nə demək istəyir? Bax, elektron imza dediyimizdə verilənlər datadır, düzdürmü? Həmin datalara əlavə edilən, onlarla əlaqəli olan və imza sahibini identifikləşməyə imkan verən verilənlərdir. Bax, hər hansısa bir sənədimiz var. Adi bir, məsələn, bu mətnin özü, PDF olsun. Bu nədir? Elektron sənəd kimi hesablana bilər də, düzdürmü? Amma bunu sən imzalamalısan. Sən orada normal necə kağızla imzalayırsan ki, məsələn, sən yazmısan, sən hazırlamısan və ya da sən razılıq verirsən, onda nə olur? Bunu sən imzalamalısan, düzdürmü? Normalda sənəd üzrə. Amma sonra elektron formada necə imzalaya bilərsən? Sən orada imzan yoxdur axı. Bunun üçün sən orada faktiki olaraq həmin sənədi imzalamağın üçün sən elektron imzan lazımdır. Bu da ki, həmin verilənlərinə əlavə edilən mənasında və onunla məntiqi əlaqəli olan və imza sahibini, həmin mətni yox ha, həmin imza sahibini identifikləşməli ki, bu mənim elektron imzamdır. İmkan verilənlərdir, yəni datalardır, belə deyək. Yaxşı, digər mənada cüzləndirilmiş elektron imza nədir? Bax, burada diqqətli olun, imza sahibini nəzarət altında elektron imza vasitələri ilə yaradılan, yalnız imza sahibinə demək, məxsus olmaqla onu identifikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. Bax, burada mürəkkəb heç nə yoxdur. Bax, məlumat bildirişi deyəndə nə nəzərdə tutulur? Həmin məlumat bildirişi həmin daşıyıcıda olan məlumat, informasiyanın növüdür, formasıdır. Ki, daşıyıcı məsələ üçün deyək ki, flash kartdadır və yaxud da nədədirsə, oradakı məlumat bildirişində, yəni oradakı informasiyadan söhbət gedir. Onun informasiyanın bütövlüyünü, dəyişilməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını imkan verən deməli elektron imzadır. Yalnız imza sahibinin nəzarət altında və yalnız elektron imza vasitələri yaradılan, onsuz da elektron imza da bax, imza sahibi nəzarət altında. Ola bilər ki, elektron imza sizin adınızdan imzalasınlar, amma faktiki olaraq sizin belə deyək ki, etibarnamə verdiyiniz adam eləsin. Amma cüzləndirilmiş elektron imzası yalnız imza sahibi nəzarət altında olur. Bir də ki, elektron imza vasitələri yaradılır və yalnız imza sahibinə məxsusdur. Yaxşı, elektron sənəd nədir? İnformasiya sistemində istifadə olunan elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunan sənəddir. Yəni ki, bildiyimiz kimi elektron formada təqdim olunur və imzalanır elektron formada. Bu nə olur? Elektron sənəd olur. Bax, biri var elektron sənədi göndərən, bir də var elektron sənədi alan, bir də var elektron sənəd dövriyyəsinin vasitəçisi. Göndərən kimdir? Bax, sənəd dövriyyəsi, yəni ki, məsəl üçün, belə deyək də, loru dillə deyək. Biri var ki, sizin WhatsApp-ınız, biri var qarşı tərəfin WhatsApp, bir də var WhatsApp sistemi. Belə başa düşməyə çalışın. Və yaxud da Facebook və yaxud da Instagram fərqi yoxdur. Bax, elektron sənəd dövriyyəsi, yəni ki, həmin dövriyyə, WhatsApp sistemi, belə deyək, yəni lor ilə başlanması istisna olmaqla özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və hüquqi şəxsdir. Yəni ki, bu WhatsApp sistemi istisna olmaqla sizin telefonunuzdan, sizin və yaxud da etibarnamə verdiyiniz və yaxud da sizin adınıza göndərilən sənəd nə olur? Kim olur onda? Elektron sənəd göndərən. Alan kimdir? Bax, sənəd dövriyyəsi, yəni vasitəçisi. Görürsünüz, bax, burada vasitədir, vasitə. Yəni, həmin WhatsApp istifadə. Bax, vasitəçisi, belə deyil, istisna olmaqla elektron sənədin ünvanlandığı fiziki və hüquqi şəxs. Yəni ki, göndərən vasitəçisi, göndərən istisna olmaqla elektron sənədin ünvanlandığı, yəni ki, məsələn, mesaj göndərəm, sizə kimi ünvanlayıram? Ünvanlanan şəxs, fiziki və hüquqi şəxs, fiziki şəxs bildiyimiz vətəndaşlardır, hüquqi şəxs ola bilər, şirkətlər, MMC-lər filan. Alan nə olur? Elektron sənədi alan hesab olunur. Bax, sənəd dövriyyəsi vasitəçisi kimdir? Bax, vasitəçi, bax, sənədi göndərən və alan arasında, bax, alan arasında neyini? Xidmət göstərir. Yəni ki, belə deyək, lor dildə WhatsApp sistemini işlədənlər göstərən kimdir?
fiziki və hüquqi şəxsdir. Yəni bunu belə deyim, Loreldə başa salmağa çalışdım. Yəni bu sistem var, düzdürmü? İnformasiya sistemi var. Həmin sistemin istifadəçisi, yəni göndərən və alan istin olmaqla həmin xidmətləri göstərən, həmin sistemin nasazlığına, işləkliyinə, dövrlülüyünə təmin edən qurum, fiziki və hüquqi şəxs həmin elektron sənəd dövriyyəsi vasitəçisi hesab olunur. Elektron sənədə dair tələblər. Hansı tələblərdə olmalıdır elektron sənəd ki, sən buna bu elektron sənəd deyənməzsən. Nə olmalıdır? Texniki və proqram təminatı proqram vasitələri köməyi ilə yaradılmalıdır, saxlanılmalıdır, emal edilməli, ötürülməli və qəbul edilməli. Yəni bunların hər biri olmalıdır ki, sən bunu belə deyək, telefonla yaradasan, hər hansısa bir Word proqramı ilə yaradasan, məsəl üçün deyirəm, yaradılmalısan, sən onu saxlamalısan, sən onu emal edib, məsələn orada edit olmalıdır, emal edə bilməlisən, send olmalı, göndərə bilməlisən və yaxud da accept edə bilməlisən. Sonra ümumi və xüsusi quruluşa malik olmalıdır. Ümumi quruluş nə idi? Ümumi quruluş dedi ki, onun məzmunu və ünvanlandığı şəxs barədə idi. Amma xüsusi nə idi? Həmin elektron sənədin elektron imzanın olduğu hissə məsələsində digər göstəricilərin harda olurdu? Xüsusi quruluşda olurdu. Yaxşı, identikləşdirməyə imkan verən rekvizitlərə, mütləq qayda rekvizitlər nədir? Yəni ki, bu kimə aiddir, kim tərəfindən göndərilir, nə vaxt göndərilir? Bu rekvizitlərdir. Yaxşı, texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan şəkildə. Əyani qavranılan nədir? Yəni faktiki olaraq sən bunu görə bilirsən. Əyani qavranılan şəkildə nə olmalıdır? Təqdim olunmalıdır. Bax, deyir ki, dediyimiz kimi, quruluş var, bir təqdimat forması var. Quruluş nədir? Yəni, hansı hissələrin strukturda, belə deyək ki, sümüyü nədən ibarətdir bunun, belə deyək. Ümumi quruluş var, xüsusi quruluş var. Bax, bir diqqətli olun. Ümumi quruluş nə oldu? Məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar. Yəni ki, bax, hər hansısa bir sənəddir. Sənədin ümumi hissəsi olur, xüsusi hissəsi olur. Ümumi hissəsində nə olur? Bax, məsəl üçün, filan, belə deyək ki, müəllimlərə ödəniş, belə deyək, əmək haqqı verilməsi barədə. Bu, onun məzmunu oldu, düzdürmü? Həmçinin onun ünvanlandığı şəxs kimə göndərilir? Müəllimlərə göndərilir. Amma bunun xüsusi hissəsində nə olur? Elektron imza və vaxt göstəriciləri olur ki, bu xüsusi hissədə qeyd olunur. Təqdimat formasında, yəni təqdim edilmə belə forması da burada. Daxili forma var, xarici forma. Əsl forma daxili formadır. Əsli, yəni daha doğrusu. Verilənlər daşıyıcısında yazılmış şəkli daxili təqdimat formasıdır. Yox, əgər verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə əyani, qavranılan şəkildə əks etdirir. Yəni ki, bax, sən bunu monitorda görməyin, kağız şəklində əlinə almağın olur xarici təqdimat forması. Yəni bunu sən görüb əlinə ala bilirsən sənədi. Amma burada daxili təqdimat yalnız onun verilənlər daşıyıcıda yazılmış şəklidir. Bildiniz? Yəni ki, belə deyim də, bu Word formasında kompüterdədirsə və ya da hər hansı sistemdədirsə, bu daxili təqdimat formasıdır. Yox, əgər onu sən açırsan Word-ü, görürsənsə əyani qavranılan və onu kağızda əlinə ala bilirsənsə, digər maddi daşıyıcıda əlinə ala bilirsənsə, onda nə olur? Xarici təqdimat forması hesab olunur. Bax, alan aşağıdakı hallarda elektron sənəd göndərən tərəfindən göndərilməmiş hesab olunur. Bax, bunu diqqət eləmək lazım. Nə vaxt göndərilməmiş hesab olunur? Testdə bunlar mütləq qayda düşür. Göndərilməmə barədə, göndərilmə yox, göndərilməməsi barədə bildiriş, həmçinin həqiqiliyi təsdiqlənməmişdirsə, bir də ki, deməli, alana məlum olmuşdur ki, avtomatik təkrardır. Alana bəlli olmuşdur ki, ya bəlli olmalı idi ki, elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Yəni ki, ya belə bir şey sənəd göndərirsən, məsələn, WhatsApp-da mesaj göndərirsən, düzdür? Orada bir dənə sənin internetin olmayan nə düşür? Nida işarəsi düşür. Bu sənə nə gəlir? Bax, bildiriş şəhər ki, sən göndərməmisən. Və yaxud da e-maildə bir şey göndərirsən, sənə tez bir gəlir ki, belə bir e-mail yoxdur filan, sənin göndərilməməsi barədə bildiriş şəhər. Sonra elektron sənəd həqiqiliyi, həmin sənəd həqiqiliyi təsdiqlənməmişsə nə olur? Yenə də göndərilməmiş hesab olunur. Və yaxud da gedib alana çatıb, alan məlum olub ki, sən bu sənədi dünən göndərmirsən, eyni şey göndərmirsən. Onda nə olur? Yenə də göndərilməmiş hesab olunur. Yaxşı. Deməli, alandan göndərilən təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Yaxşı. Başqa məsələ. Elektron sənədin saxlanılması qaydaları. Nə olmalıdır? Elektron sənəd yaradıldığı, ötürüldüyü və qəbul edildiyi quruluş saxlanmalıdır. Göndərəni, alanı göndərmə və alma vaxtını müəyyən etməyə imkan verməlidir. İnformasiya növbəti istinad üçün istifadə edilə bilməlidir. Həmçinin, bax, kağız sənəd üçün nəzərdə tutulmuş müddətdən çox olmasın, yox, az olmasın. Çünki kağızdan mütləq qayda az olmamalıdır. Və qanunverici tərəflərin razılıq ilə müəyyən edilən şərtlərə uyğun olmalıdır. Bax, imza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir. Ola bilər, o demək deyil, sən sertifikatsız vasitə göndərirsənsə, mütləq qayda qarşı tərəf qəbul etməməlidir həmin sertifikatsız sənədi. Yox, sadəcə sertifikatı olmayan, sertifikatsızdan müraciət edən sən yenə qarşı tərəf xəbərdar etməlisən ki,
ay alan mənim elektron imzam olmadan bunu sənə göndərirəm. Sertifikatsız da doğrusu imzam var, amma sertifikatı yoxdur onun. Bildiniz? Yaxşı, məlumat bildirişin və elektron sənədin istifadəsi bu qanunla və digər normativ aktlarla tənzimlənir. Dövlət hakimiyyəti və yerli özünə orqanları, bax, dövlət hakimiyyəti bilirsiniz orqanlardır, yerli özünə də bələdiyyələrdir. Sadəcə akkreditə edilmiş mərkəzin xidmətlərindən istifadə edir. Akkreditə nədir? Yəni ki, hər hansısa bir qurum var, gəlir müəyyən yerləri akkreditasiya edir ki, sən bu qaydaya uyğun işləyirsən, sənin bu məsələn sistemin işləyir, işləkdir, nəyi xarabdır, nəyi düzgündür işləyir. Yəni bu akkreditə eləyirsən, nə bildiniz? Akkreditə etmək bu deməkdir. Bir dənə qurumdur, yaradılıb məsəl üçün. Gedir bütün bu elektron sənəd sertifikat verən yerlərin hamısını eləyir, akkreditə eləyir. Yəni düzgünlüyünü yoxlayır, nəzarət eləyir, akkreditə eləyir. Yəni ki, sən filan müddətə qədər akkreditasiya olunmusan, belə deyək. Deməli, dövlət və bələdiyyələr nə etməlidir? Mütləq akkreditə edilmiş. Amma digər adamlar, məsələn, akkreditə edilməmiş, bir dənə mərkəzdə amma akkreditə edilməyib, sən onun şeyindən istifadə edə bilərsən, xidmətlərindən istifadə edə bilərsən. Bax, dövlət hakimiyyəti və yerli özündəki orqanları fiziki şəxslərin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş, sertifikatlaşdırılmış yox, gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Elektron imzanın yoxlanması məqsədi nədir? Həqiqiliyini təsdiq eləmək, həmçinin şəxsiyyətini identifikləşdirmək. İki əsas məqsədi müəyyən olunub. Bax, korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi daxili normativ sənədlərlə tənzimlənir. Yəni ki, korporativ bildiyimiz özəl şirkətlər, belə yadda saxlayın. Özəl şirkətlərdə elektron sənədin istifadəsi və dövriyyəsi. Dövlət niyə müdaxiləsin ki, belə məntiqlə baxanda? Onların özləri daxili normativ sənədlərlə tənzimləsin, qarşısını geçsin də. Aha, dövlət sirri məsələsi gələndə isə yalnız sertifikatlaşdırılmış, gücləndirilmiş yox, sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən istifadə olunmalıdır. Bax, bunlar əsas məsələlərdən ki, mütləq qaydada siz elektron sənədin anlamağınız üçün izahları verdim. Dinlədiyiniz üçün təşəkkür edirəm.